Pasient bəzən içəri girir qapıdan. Deyir ki, baxın görün məndə nə görürsünüz? Deyirəm ki, heç nə. Sakitləşin, rahatlaşın, bir dənə əyləşin. Yox, sən mənim üzümə bax gör deyirsən, nə görürsən? Sanki düşünürlər ki, psixoloq insana baxan kimi oxuyacaq, nə bilim, onun xarakterini biləcək, danışacaq ki, falçı kimi də. Qətiyyən belə bir şey yoxdur. İlk seansdan biz hekayəni alırıq. Şiddətə uğraya bilər, depressiyada ola bilər, aqressiv ola bilər, ailə problemi ola bilər, məişət problemi ola bilər. Danışır. İlk birinci, ikinci seans biz hekayəni alandan sonra artıq ona necə kömək etmək lazımdır, o barədə bir plan cızırıq. Hər bir pasientə görə individual, ayrı-ayrı bir mərhələdən başlayırıq belə götürəndə. Ola bilsin ki, pasient 2 seansa tam yaxşı olur, elə vaxt olur 7 seansa, elə vaxt olur 15 seansa. Maksimum 15 seansdan sonra mən pasiyenti qəbul eləmirəm artıq. Çünki 15 seansa qədər tam yaxşı olur. Ən ağır pasientlərimiz 15 seansa qədər çəkir.